Salam əziz izləyicilər və müştərilər. Bu gün sizi Yeni Yasamalın tam mərkəzində qanuni 3 otaq, Bravo və McDonald'sın tam yanında 115 kvadrat təmirli bir mənzil təqdim edirəm. Mənzil təmirdən sonra yaşayış olmayıb, təmir özünüzə aiddir. Yəni super gözəl bir, səliqəli bir təmirimiz var. Gördüyünüz kimi indi hal-hazırda göstərəcəm sizə. Görəsiniz mənzilimizin qarşı eyvanları hamısı açıqdır, yəni açıq ərazilərə baxır. Onları da qarşıdakı videolarda indi sizə göstərəcəm. İndi mənzilimizi sizə təqdim edim. Bura mənzilimizin giriş hissəsidir. Mənzildən girdiyi yer bahalı mərmər, istifo. Mənzilimizin sağ tərəfində bizi qarşılayır dolab, böyük bir dolab var. Yanında güzgü, işıqlı, şkaflı güzgü, spotlar, lüstrlər, hamısı bahalıdır. Bura mənzilimizin hol hissəsidir. İndi hol hissəsini sizə göstərirəm hələ ki. İndi keçirik mənzilimizin qonaq otağına. Sizi qonaq otağı ilə göstərim, gələnmir. Bura gördüyünüz kimi mənzilimizin qonaq hissəsidir. Qonaq böyük, geniş, səliqəli. Gördüyünüz kimi bunu da deyim. Mənzilimizdə istifadə olunan aboylar İtalyan aboylardır. Yəni bahalı aboylardır. Markası da var. Alan sahibinə göstərə bilərik. Çox bahalıdır. Yer laminatdır. Yəni bahalı laminatdır. Üzrlü sayın. Saçdım. Gəlin mənzilimizin sizə görüntüsünü göstərim. Zalından. Bir dəqiqə baxın. Baxın, mənzilimizin görüntüsü zalından görün hara bax. Birbaşa tam Yeni Yasamalı mərkəzi, Bravo, McDonald's. Yəni gördüyünüz kimi tam mərkəzə baxın. Yəni bir saniyə, buranı biraz səliqəyə salın. Yəni mənzilimizdə bahalı aksesuarlardan istifadə olunur, lüstrlər, spotlar, hamısı bahalı firmalardır. Yəni burada TV studiya qurulub, burada hamısı bizim mənzilimiz tərəfdən gəlir. Qapılar super. Yəni qapılar ən bahalı qapıdır. Bunu da alan adama göstərə bilərik, deyə bilərik ki, hardan alıb. Ən bahalı qapılar. Gəldiyimizdə bura mənzilimizin hol hissəsidir. Çox səliqəli, ürəyi açan, adama ləzzətli. Keçək birinci yataq otağını göstərim. Bura mənzilimizin birinci yataq otağıdır. Yəni böyük yataq otağı. Gördüyünüz kimi buranın da aboylar super. Yəni söz ola bilməz. Adam birbaşa keyif açılır da. Yəni ab-hava, mənzilə girən kimi adamın ab-hava saçı, işləmələri, əl işləri görürsünüz. Yəni deməyə söz yoxdur. Hamısı bahalı markalar, pərdələr falan, hər bir şey burada yəni səliqə ilə, yəni keyfiyyətli məhsullardır. İndi birinci yataq otağından balkon var. Görün balkon hara açılır. Gəlin. Balkona bir də üzrlü sayı balkonda bir iki dənə bizim emulsiya qablarımız var. Yəni balkona baxın. Görün balkon hara açılır. Gördüyünüz kimi küləklidir sadəcə. Bura yəni Yeni Yasamalı mərkəzi. Bravo, McDonald's. Çıxırsan səliqəli, gözəl. Ən gözəl sizə deyim ki, baxış zonası. Baxış proyekti olan, ən yaxşı baxış proyekti olan bir mənzillərdən biri buradır. Yəni tam mərkəzə baxın. Tam mərkəzə. Gəlin mənzilimizin ikinci yataq otağı, buranın qapılar falan söz ola bilməz. Dekora baxın, yəni bahalı dekor bunu bilir. Bura mənzilimizin ikinci yataq otağıdır. Yəni bura ikinci yataq otağıdır. Burada səliqəli, gözəl. Yəni birbaşa baxışı var. Buradan da McDonald's, Bravo baxır. Yəni pərdəni dəbətmək istəmirəm. Sonra düzəldə bilmirik, üzrlü sayın. Buradakı yəni qəşəng, səliqəli yolka, gördüyünüz kimi yolka şəkilli parketdir. Superdir. İndi isə hamam otağını göstərirəm. Hamam otağına baxalım. Hələm hamam otağını dirək saxlayaq. Gəlin sizə kuxunanı göstəreyim. Burası mənzilimizin geniş kuxunasıdır. Bax, geniş kuxuna, zövqlə yığılır. Zövqlə. Hər şey, rənglər o qədər zövqlədir ki, yəni ki, girən kimi insanın ab-havası açılır da, işıqlar, işıqlandırma sistemi, rənglər, boydan boya gördüyünüz kimi mebellər, şkaf mebellər, hər şeyin yeri qurulub, qaz peçi, hər şey əla. Birbaşa buradan da əslində nəyə çaşıram. Yəni hamı kuxunamızdan da balkona çıxış var. Gördüyünüz kimi gəlin. O düşdü. Burada yenə də çıxış var. Aşağını çəkməlidir, zəhmət olmuşsa. Bir də keçəyin. Yeməyi tutdu və yenə də çəkildiyirəm. Sabah müdür deyəcək ki, özü qoymusan artisiyə. Nəysə. Başını bıraxaq. Bura isə haradır? Mənzilimizin hamam otağı. Bir gir bax buranın bütöv qəşəng çək. İzləyicilər də baxsın ki, görsün burada nə işlər var, nələr yox. Hər şey çox səliqəli, bahalı mərmər, bahalı moydadır, işıqlı güzgü, istilik sistemi güzgü, hamam yəni yığılma duşkabı ilə yığılma forması, hamısı çox səliqəli.
Ya var qara rəng, qəşəng örtürsən öz örtülür. Yəni sənə əl vurmağa ehtiyac yoxdur. Mənzilimizin axırıncı sanitar qovşağını göstərim. Sanitar qovşaq bayaq deyəcəydim, yəni girişdən sol tərəfdə sadəcə onu axırda göstərdim ki, qoy baxalım burada uşaqlar, izləyicilər, uşaqlar üzrü sayın. Burada sanitar qovşaq geniş, səliqəli. Əslində burada nə bilim, çox genişdir. Yəni, özünüz fikirləşin, çox geniş, rahat, çox səliqəli. Hə, gəlirik yekun söhbətə. Mən keçməmir bu biri tərəfə, sən bu biri tərəfə geç ki, burada bizim gülümüz, çiçəyimiz düşsün. 8 mart gəlir, təbrik edirəm qadınları da. Mənzilimizin qiyməti. Mənzilimiz Qubçalıdır. İpotekaya yararlı, tam yararlıdır ipotekaya. Mənzilimizin qiyməti 290 min manatdan başlayır. Start qiyməti 290 min manat. Yəni kim müştəri olsa, real alıcı olsa, birbaşa bizə, mənlə əlaqə saxlayın, nömrəm orada var. Real müştəri ilə qiyməti danışırıq. Yəni indirim sizə deyim çox yox. Yəni yalan deyə bilməyəcəm. Çünki təmir gördüyünüz göz qabağındadır. Cüzi indirim edəcək orada. Cüzi indirimdə. Yəni ki, müştərilər əlaqə yaratsın, kim almaq istəyir, Allah xeyrin versin. Çox səliqəli, gözəl ev. Bunu deyə bilərəm. Sağ olun, sizin zənglərinizi gözləyirəm. Özünüzə müğayət olun, hələlik.